Bismillahirrahmanirrahim. Əzizlər, İşa namazının ki, cəmaat arasında xuftən namazı kimi məşhurdur, bəzən də yatsı namazı deyilir. Şam namazından sonraki namazdır, o da rükətli namaz. İşa namazıdır ərəb dilində. O namazın təqibi var, yəni namazdan sonraki zikirlər, oxunan dualar var. O dualardan biri də İşa namazından sonra oxunması müstəhəb olan dua ruzi duasıdır. Çox gözəl bir ruzi duasıdır. Yəni, həm necə ruzi istəməyi bizə öyrədir, Allahdan biz ruzini necə tələb edək. Həm ruzinin anlamını bizə öyrədir ki, ruzi təkcə pul, para deyil, hər şey ruzidir. Həm də bizə Allah Teala ilə danışıq tərzini öyrədir ki, yəni, biz Allah ilə hansı sərhədlərə qədər danışa bilərik? İmamlar əleyhissalam bu kimi duaları bizə öyrədiblər ki, siz bu şəkildə Allah ilə söhbət edə bilərsiniz və dualar edə bilərsiniz, oxuya bilərsiniz. Allahümmə innəhu leysə li ilmun bi mavdi'i rizqi. İlahi, həqiqət budur ki, mən öz ruzimin yerini bilmirəm, elmim yoxdur ona. Ruzim hardadır bilmirəm. Və innəmə atlubuhu bi xataratin təxtur əla qəlbi. Soruşsan ki, bəs necə axtarırsan ruzini? Ruzini ilahi belə axtarıram, ya Rəbb. Mən ruzini belə axtarıram. Qəlbimə nə güman, zən, ehtimal daxil olursa, ona əsaslanıb ruzi axtarıram. Ürəyimə nə gəlirsə, ona əsasən ruzi axtarıram. Elə biləm, elə ruzi axtarmağın yolu budur. Nəticə nə olur? Nəticə bu olur. Fəculu fi tələbihil buldan. Gəzirəm şəhərləri ruzini axtarmaq üçün. Fənə fīmə ənə talibun kəl-həyran. Mən bu niyyətimdə, bu ruzi axtarmağımda axtarmağını axtarıram, amma heyran qalmışam. Heyrətdəyəm, bilmirəm, harda axtarım? Lə ədri, bilmirəm. Əfi səhlin hüvə əmfi cəbəl. Mənim ruzim səhralardadır, düzənlikdədir, ya dağlardadır. Əmfi ərdin, əmfi səma, yerdədir, ya göydədir. Əmfi bərrin, əmfi bəhr, qurudadır, ya dəryadadır. Və alə yədəymən, mənim ruzim kimin əlindədir, bilmirəm. Və min qibəli mən, kim tərəfindəndir, bilmirəm. Amma bildiyim bir şey var, ya Rəbb. Və qəd alimtu ənə ilməhu indək. İlahi, bilirəm ki, sən bilirsən mənim ruzim hardadır. Və əsbəbəhu biyədik. Və bilirəm ki, mənim ruzimin səbəbləri, onu yaradan amillər sənin əlindədir, sənin ixtiyarındadır. Və başqa nə bilirəm? Bunu bilirəm. Əntəlləzi təqsimuhu bilutfik. Bilirəm ki, sən ruzini lütfinlə bölürsən. Mənim əməllərimə baxıb bölmürsən. Öz lütfüvə baxıb bölürsən. Və tusəbbibuhu bi rəhmətik. Sən ruzinin səbəblərini rəhmətinlə hazırlayırsan. Mənim xasiyyətlərimlə yox. Madam ki, belədir. Allahümmə, ey mənim Rəbbim. Fəsalli alə Muhammedin və alih. Həzrəti Muhammed və onun ailəsinə salavat göndər. Sonra nə et? İlahi. Vəcəl ya Rəbbi rizqəkə li vasi'a. Və qərar ver, ey Rəbbim, öz ruzini, yəni sənin əlində olan ruzi xəzinələrini qərar ver mənim üçün hansı şəkildə? Vasi'a, vüsətli ruzi yetir mənə. Çoxlu ruzi yetir mənə, geniş şəkildə ruzi yetir mənə. Yəni, bunun bir mənası bu ola bilər ki, pulum, param çox olsun. Bir mənası bu ola bilər ki, pulum da çox olsun, sağlamlığım da çox olsun, imkanım da çox olsun, rifahım da çox olsun, ətrafım da çox olsun. Və mətləbəhu səhlə ilahi. Mən bu ruziləri ki, istəyirəm, puldur, paradır, sağlamlıqdır, elmdir və s. və ilə axır. Elə ki, bunu əldə eləmək mənim üçün asan olsun. Və məxəzəhu qəribə, çox uzaqlara getməyim ruzi qazanmağa. Yaxınlıqda ruzi qazanım. Və la tuannini bi tələbi ma ləm tuqəddir li fihi rizqa. İlahi,
o yerdə ki, mənim ruzim yoxdur, məni onu axtarmağa vadar etməklə əziyyət eləmə. Fəinnəkə qəniyyun ən əzabi, sənin mənə əzab verməyə ehtiyacın yoxdur, ilahi. Və ənə fəqirun ilə rəhmətik, mən də sənin rəhmətinə möhtacam. Fəsəlli alə Muhammedin və alih, yenə salavat göndər Muhammed sallallahu aleyhi və aleyhə və onun ailəsinə. Və cud alə abdikə bifədlik, mən sənin qulunam, öz quluva, öz səxavətinlə, fəzlinlə, lütfinlə səxavət göstər. İnnəkə zu fədlin azim, ona görə ki, sənin səxavətin çox böyüdür, çox genişdir. Bircə mənə səxavət göstərməklə azalmaz, kiçilməz. Allah hamının ruzisini bol eləsin, Allah amanında qalın.